Salam dostlar, xoş gördük. Bugün sizə Daha'nın H20 portativ termal kamerasını təqdim edirəm. Onu da qeyd edim ki, videomuzu Daha'nın Azərbaycandakı eksklüziv distributoru olan Avsekin təqdimatı ilə izləyirsiniz. Sənaye və texniki sahələrdə sürətli, dəqiq və vizual istilik ölçümü üçün hazırlanmış portativ həll. Ənənəvi infraqırmızı termometrlər sadəcə bir nöqtəni ölçür, foto və ya video qeydi imkanı vermir. Daha H20 isə bu məhdudiyyəti aradan qaldırır. Cihazın çəkisi cəmi 350 qramdır, kompakt və portativ dizaynı isə gündəlik istifadədə maksimum rahatlıq təmin edir. Üzərində 2.4 düymlük LCD ekran, SD kart slotu, USB portu, idarəetmə tətiyi və lazer nişangah yerləşdirilib. Tətiklə bir klikdə lazer işə düşür, 2 klikdə şəkil çəkilir, 3 klikdə isə video qeyd olunur. Daha H20 həmçinin kritik temperatur həddi təyin etməyə imkan verir. Həmin hədd keçildikdə cihaz dərhal səsli siqnal ilə xəbərdarlıq edir. Bu funksiya istifadəçiyə vaxt qazandırır və riskləri vaxtında aradan qaldırmağa imkan yaradır. Kamera IP54 qorunma dərəcəsinə malikdir. Toz və nəmə qarşı davamlıdır. Həmçinin 2 metr düşməyə davamlı korpusa sahibdir. 8 saata qədər batareya ömrü isə tam iş günü ərzində fasiləsiz istifadəyə imkan verir. Avtomobil təmiri, elektrik mühəndisliyi və binalarda sızmaların aşkarlanması üçün H20 ideal seçimdir. Beləliklə, Daha H20 portativ termal kamera potensial riskləri vaxtında aşkarlamaq, təhlükəsizlik iş şəraitini qorumaq və avadanlıqların ömrünü uzatmaq üçün etibarlı və innovativ həll təqdim edir. İndi artıq bilirsiniz ki, dəqiqlik və etibarlıq bir cihaza birləşə bilər. Videonu bəyəndinizsə, kanalımıza abunə olmağı və şərh bölməsində fikirlərinizi bizimlə paylaşmağı unutmayın.